Deməli, aldehidlərin ümumi formulu necədir uşaqlar? Aldehidlərin ümumi formulu, ümumiyyətlə, aldehidlərdə birinci bunu bilməliyik ki, belə bir qrup. Bu qrup uşaqlar nə qrupudur? Bu qrup aldehid qrupu. Aldehidlərin funksional qrupu baxın bu. Bu qrup aldehidlərdə olur. Bu qrup gördünüzsə, bu maddə aldehid. Bizdən deyəcək ki, aldehidlərdə funksional qrupun kütləsi neçə qramdır? Bunu belə göstərirlər. Bunu bir yerə yığanda da belə yazırlar da, CH2. Siz mənə deyin görək, burada funksional qrupun kütləsi neçə qram olar uşaq? Karbon 12-dir, hidrogen 1-dir, oksigen də 16. Aldehidlərdə funksional qrupun kütləsi neçə qram olar? Funksional qrupun kütləsi 29-dur. Uşaqlar, aldehidlərdə bu funksional qrup həmişə zəncirin kənarında olur. Aldehidlərdə funksional qrup harda olur? Həmişə zəncirin kənarında olur. Həmişə zəncirin kənarında olur. Onda belə çıxır ki, həmişə zəncirin kənarında olursa, onda bu karbon aldehidləri nömrələyəndə buradan başlayırıq nömrələməyə. Onda bu neçənci karbon sayılacaq aldehidlərdə? Bu birinci karbon. Neçənci karbon sayılacaq? Birinci. Və bu karbon sizcə hansı hibrid vəziyyətində olacaq? Bu karbonun hibrid vəziyyəti nədir? Hibrid vəziyyəti 2 qat rabitə var deyənə nə olacaq? Hibrid vəziyyəti sp2 olacaq. Bu karbon sp2 hibrid vəziyyəti. Birinci karbon sp2. Bir də bu karbonun oksidaşma dərəcəsini bizdən istəyə bilər. Deyə bilərsiniz, uşaqlar, bu karbonun oksidaşma dərəcəsi neçədir? Kim deyər? Bu karbonun oksidaşma dərəcəsi neçədir? CH-odur da. Karbona X verirəm. Hidrogen plus 1, oksigen minus 2. Kim deyər? Oksidaşma dərəcəsi neçə eləyər? Cəmi 0-a bərabər eləyər. Karbonun oksidaşma dərəcəsi müsbət 1 eləyər. Yəni X üzərinə gəl 1, çıx 2 bərabər 0, X bərabərdir plus 1. Yenə baxın. Müsbət 1. Uşaqlar, aldehidlər, belə deyək, ümumi formulu belə göstərirlər. Ümumi formul bu şəkildə olur. Belə. R-in təbiətinə görə aldehidləri 3 ilə bölürlər. R-in təbiətinə görə aldehidlər 3 ilə olur. Doymuş aldehidlər, doymuş, doymamış, doymuş, doymamış, bir də aromatik ola bilər. Aromatik. Aldehidlər doymuş ola bilir, doymamış ola bilir və aromatik. Əgər bu aldehid qrupuna mən doymuş radikal yazaramsa, metil, etil, bu necə aldehid olar? Doymuş. Əgər uşaq